Hörmətli tələbələr, dəyərli müəllimimizi gördük, əziz tədbir iştirakçıları, hər birinizi salamlayırıq. Biz bugün bir layihə çərçivəsində burada toplanmışıq. Layihəmizin adı Region Gənclərinin Sosial Psixoloji Maarifləndirilməsi Maratonudur. Layihəmiz Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstək Agentliyinin maliyyə dəstəyi ilə və Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Mən qısa özümü təqdim etmək istəyirəm. Region Gənclərinin Sosial Psixoloji Maarifləndirilməsi Marafonu layihəsinin rəhbəriyəm. O cümlədən də qeyd etdiyim Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyinin sədr müavini kimi bugün qarşınızdayım. Məlumat üçün bildirmək istəyirəm ki, layihəmiz ümumilikdə 6 rayonu əhatə edir. Bugün Qazax şəhərində keçirilən tədbirimiz sayısı 5-ci tədbirimizdir. Artıq bundan öncə Quba, Biləsuvar, Lənkəran, Beyləqan şəhər və rayonlarında keçirilmişdi. Artıq sadəcə 5-ci tədbirimiz burada məhz Qazax şəhərindədir və bundan sonraki növbət sonuncu tədbirimizdə inşallah Gəncə şəhərində olacaqdır və layihəmizin belə deyək, marafon çərçivəsində olan tədbirlər hissəsi yekunlaşacaqdır. Bugünkü tədbirin təşkilində göstərdiyi dəstəyə görə mən Qazax şəhər İcra Hakimiyyətinin başçısı dəyərli müəllimimizə və o cümlə kollektivimizə təşəkkürümüzü bildirin və müəllimə minnətdarlığımı bildirəsiniz Fərid xanım görəndə. O cümlədən sizlərin də hər birinizə minnətdarlığımı bildirmək istəyirəm rəhbərlik səviyyəsində. Bugünkü dəyərli vaxtınızı ayırıb gəlmişsiniz. Sözü çox uzatmaq istəmirəm. Sözü vermək istəyirəm dəyərli Fərid xanıma. Qazax rayon İcra Hakimiyyətinin Gənclər üzrə Məşğullar Şurasının rəhbəridir. Buyurun Fərid xanım, siz öz fikirlərinizi bildirin. Mən də sizi gənclər salamlayıram. Bilirsiniz ki, biz bugün bir məqsədlə bura toplaşmışıq. Hansı ki, hər birimiz istər düşüncəmiz olsun, istər gələcəyə baxışımız olsun, istər inamımız olsun, bu hissləri zənginləşdirmək üçün bugünkü bu forumda iştirak edirik. Mən əvvəl təşəkkür eləmək istəyirəm sizə, hansı ki, Psixoloji Xidmətlər Tədqiqatlar Mərkəzinə, Logos Psixoloji İnkişaf Mərkəzinə, həmçinin QHT-lərə dəstək agentliyinə bu dəyərli təşəbbüsə görə bizim üçün də çox xoşdur ki, bu layihənin belə keçiriləcək məkanlardan biri də məhz Qazaxdır. Bilirsiniz özünüz, Qazax həmişə gənclər siyasəti ilə seçilen rayonlardan biridir. Burada gənclər siyasəti çox yüksək səviyyədə cərəyan edir. Mən özüm ümumiyyətlə uzun müddətdir ki, gənclərlə çalışıram. 2017-ci ildən gənclər siyasətindəyəm. Artıq neçə illərimi qoymuşam bu sektora. Hal-hazırda da rayon hakimiyyətində gənclərlə iş aparıram. Bu cür layihələrin bizim rayonda keçirilməsini çox yüksək qiymətləndiririk. Çünki bu layihələr vasitəsilə bir növ sizlərə də nəsə ötürməyə çalışırıq. Özünüz bilirsiniz, rayonda olan gənclər təşkilatlarından, gənclər fəaliyyətindən ki, yetəri qədər məncə bizim tədbirlərdə iştirak edirsiniz, fəaliyyətlərimizdə bir növ aktivlik göstərirsiniz. Bu cür layihələr sizin üçün yaxşıdır. Həm özünüzü inkişaf elətdirirsiniz, həm kəşf edirsiniz özünüzü. Plus, hal-hazırda mən bayaq öyrəndim, çoxunuz da məsələ psixoloji ixtisasda təhsil alan tələbələrsiniz. Məncə bu marafonu yüksək səviyyədə qiymətləndirməlisiniz və yaxşı mənada nələrsə götürməlisiniz. Rəşad Bayramov həqiqətən də yaxınımız, dostumuzdur deyə demirəm, işinin peşəkarıdır. Təlimçi olaraq ondan yaxşı mənada istifadə edə bilərsiniz bu bir neçə saat ərzində. Bilmədiklərinizi soruşun və çox yaxşı olar ki, biz burada sadəcə danışmayaq, tək tərəfli olmasın bu. Siz də danışın, siz də fikirlərinizi bildirin ki, diskussiya şəklində olanda həm siz yorulmursunuz, həm bizdə belə motivasiyadan düşmürük, belə olsa daha maraqlı olar. Bizim rayonda ümumiyyətlə gənclər təşkilatları çoxdur, qeyri-hökumət təşkilatları çoxdur. Elə, məsəl üçün, universitetlərin ərzində də tələbə gənclər təşkilatları var ki, hansı ki, onlar da tələbələrin maraq dairələrinə uyğun layihələr, fəaliyyətlər reallaşdırırlar. Bizim karyera mərkəzimiz var, gənclər idman dairəmiz var, daha sonra gənclər evimiz var ki, orada da bizim könüllülər həmişə bu cür fəaliyyətlərdə yaxından iştirak edirlər. Biz həmişə çalışırıq ki, tədbirlərə dəvət etdiyimiz gənclərin maraq dairələrinə uyğun formada onları çağıraq. Necə ki, biz bugün, məsələn, psixologiyadan təhsil alan tələbələri dəvət eləmişik, kollec tələbələrini dəvət eləmişik ki, onlar da həmişə öz yüksək fəaliyyətləri ilə seçilirlər. İctimai fəaliyyətə gəldikdə isə aranızda yəqin ki, ictimai fəaliyyətlə məşğul olanlar var. Mənim özümü şəxsən tanıdığım gənclərimiz var, hansı bizim birlikdə də könüllərimizdir. Məşğuliyət Şurasında zamanında üzv olublar ki, yəni əslində o sadəcə bir fəaliyyət deyil. Siz ictimai fəaliyyət göstərərək çox adam düşünür ki, heç bir ödəniş almırıq deyil, amma gedirik fəaliyyətlərdə iştirak edirik. Məncə bu yanaşma çox yanlışdır. İctimai fəaliyyətlə çox şeylər qazanmaq olur. Mən özüm 17 yaşında başlamışdım, onda universitetə təzə qəbul almışdım. Bakı Dövlətinin tələbəsi olmuşam mən də, Qazax filialının. Mən ictimai fəaliyyətlə bəlkə də özümün öz büdcəmlə gedə bilməyəcəyim yerlərə
dövlət proqramlarından getmişəm, yeni yerlər kəşf etmişəm, öyrənmişəm, hansı ki, Azərbaycanı beynəlxalq arenalarda günü bu gündə çox yüksək səviyyədə təmsil edirəm. Niyə də ki, o fəaliyyətlərdən siz də yararlanmayasınız. Bugün ümumiyyətlə Azərbaycanda gənclər siyasəti çox uğurla aparılır. Belə ki, gənclərlə işləyən möhtərəm qurumlar var, Gənclər İdman Nazirliyi, Gənclər Fondu. Orada da müxtəlif grant layihələr olur. Məsələn, tələbələr olaraq mütləq şəkildə siz də o şansı qiymətləndirməlisiniz, dəyərləndirməlisiniz. Tələbəsiz, ola bilsin ki, siz tələbə haqqından əlavə hər hansı bir ödəniş qazanmırsınız. Bu cür grant layihələr reallaşdıraraq siz layihə rəhbəri olaraq da orada müəyyən məvaciblər ala bilərsiniz. Məncə bu çox yaxşı gənclər üçün yaradılan fürsətlərdən biridir. Təşkilatlara üzv olun, fəaliyyətlərə yaxından qatılın. Yəni tək təhsillə, məktəblə, nə bilim kolleclə, universitetlə fəaliyyətinizi sonlandırmamalısınız. Çalışmalısınız ki, daha çox ictimai fəaliyyətlər. Çünki formal təhsil tələbəyə heç bir şey vermir. Mən bunu zamanında yaşamışam, görmüşəm. Universitetdə biz 3 il demək olar ki, bizə aidiyyatı olmayan ixtisaslardan fənlər alırıq ki, bunu məncə siz də təsdiqləyirsiniz. Heç bir aidiyyatı olmayan. Mən özüm məktəbə qədərdən məzun olmuşam, bakalavr təhsilim məktəbə qədər ixtisaslı. Məsələn, biz məktəbə qədərin əsas özəyini 4-cü kursda gördük. Ona qədər heç bir aidiyyatı olmayan ixtisaslar görürük biz. Yəni formal təhsil tələbəyə heç bir şey vermir. Amma qeyri-formal təhsil tələbəni həqiqi mənada inkişaf elətdirir. Siz qeyri-formalla bilmədiyiniz bilikləri daha çox bir növ öyrənmiş olursunuz. Yəni mən həmişə bunun tərəfindəyəm. Çox oxuyan yox, əslində çox gəzən çox şeylər bilir. Ona görə çalışın ki, çox gəzin. Universitetlə kifayətlənməyin, sadəcə kolleclə kifayətlənməyin. Tədbirlərdə aktiv olun. Çünki bugünkü siz artıq gələcəkdəki sizi bir növ formalaşdırmış olur. Elə eləmək lazımdır ki, istər bu vətənə layiqli xidmətdə olsun, istər özünüzə nələrsə qatqıda olsun, yaxşı mənada nələrsə ötürə biləsiniz qarşı tərəfə. Mən yenə deyirəm, ictimai fəaliyyətlərdən çox şeylər danışmaq olar, yetəri qədər belə çıxış eləmək olar. Sadəcə bizim vaxtımız məhdud olduğu üçün mən çox danışaraq sizi yormaq istəmirəm. Əsas onu demək istəyirəm ki, yəni çalışın ki, ictimai fəaliyyətləri dəyərləndirin, bu cür tədbirləri dəyərləndirin, aktiv iştirak edin və tədbirə sadəcə gəldi, iştirak elədik deməklə oradan kifayətlənməyin. Öyrənin, yəni mütləq şəkildə oradan nəsə götürməyə çalışın. Mənim yadımdadır, mən ictimai fəaliyyətə təzə başlayanda, universitet təzə qəbul olanda, belə tədbirlərə gedəndə mən həmişə belə biraz ağız əyirdim ki, biz aparırlar, tədbirə gedirik, nə bilim, bu cür yanaşmalarda olurdum. İndi o vaxtı xatırlayanda deyirəm ki, mən çox böyük səhvlər eləmişəm. Çünki artıq insan öyrəndikcə, kəşflər elədikcə baxır ki, bu cür tədbirlər insana sözün yaxşı mənasında qazandırır, qatqılar verir. Hansı ki, əgər mən bugün sizin qarşınızda çox rahat şəkildə danışıramsa, öz fikirlərimi sizə ötürürəmsə, bunun bir növü, məsələn, ictimai fəaliyyətə bağlı olan bir şeylərdir. Çünki bu cür tədbirlərdə insan çox olduqca həm özünü daha yaxşı ifadə eləməyə bacarır, həm onda heç bir belə narahatlıq olmur, komplekslərdən azad olur. Çünki biz artıq mütəmadi olaraq bu cür gənclərlə ünsiyyətdə oluruq, bizim üçün rahat olur bunlar. Yəni artıq sizdə o utancaqlıq hissi də bir növ aradan qalxmış olur. Yəni əgər aranızda daha belə sakit insanlar varsa, bu cür fəaliyyətlərdə iştirak edərək o kompleksi də öz üzərinizdən götürüb azad etmiş olarsınız. Çalışın ki, belə deyim, dərslərinizdə də mütləq aktiv olun və ictimai fəaliyyətdə daha aktiv olun. Baxın, Gənclər Fondu indi hal-hazırda bu yaxınlarda yenidən qrant elan eləmişdi iyul ayında. Məsəl üçün, mən yenə ora müraciət eləmişdim. Qrant qazandım. İndi bizim də bir layihəmiz var. Qarşıdakı aylar ərzində inşallah ki, sizlə bir araya gələrik. O fürsətləri mütləq şəkildə dəyərləndirin. Sonra mütləq deyil ki, siz Qazaxda olan gənclər təşkilatlarında könüllü olasınız. Respublikada bəlkə də 300-dən çox gənclər təşkilatları var. Həmin o gənclər təşkilatlarına üzv olaraq onların layihələrində, onların tədbirlərində də iştirak edə bilərsiniz. Dövlətin proqramları var. Əgər sizin xarici dil bilginiz varsa, beynəlxalq tədbirlərdə iştirak edə bilərsiniz. Mən bu yaxınlarda avqustda beynəlxalq səfər üçün biz Gürcüstana getmişdik. Bir çox ölkələrdə olmuşam. Dövlət proqramı ilə, yəni əgər sizdə xarici dil varsa və sizdə biraz ictimai fəaliyyət varsa, çünki bilirsiniz beynəlxalq tədbirlərə daha çox fəaliyyəti çox olan gənclər göndərilir ki, onlar artıq bilirlər ki, bu gənc bizi orada yüksək səviyyədə təmsil edə bilər. Bu baxımdan artıq o ictimai fəaliyyətdən qazandıqlarını sizə orada da qazandırır. Bəlkə də kimsə Fransaya öz büdcəsindən gedə bilməsə də artıq dövlət proqramları ilə gedir. Həm siz orada öyrənirsiniz, həm öyrənməklə yanaşı gəlir, siz də görürsünüz də. Orada sizin üçün əlavə belə deyək də proqram hazırlayırlar, tanıtmaq üçün, göstərmək üçün. Yəni bu
bu cür proqramlar. Erasmus Plus proqramı var ki, məncə o proqramı da dəyərləndirə bilərsiniz əgər dil biliyiniz varsa. Mən özüm Erasmus Plus proqramı ilə çox fərqli ölkələrdə təcrübələr yaşamışam, sınaqlar keçmişəm. Orada da belədir ki, məsəl üçün 6-7 ölkədən toplam 5 nəfər təmsilən gedir və o 10 gün, 1 ay, nə bilim, neçə aylıq müddət isə o proqram, o müddət ərzində müxtəlif fəaliyyətlər, layihələr reallaşdırırlar, təcrübələr keçirirlər, həm gəzirlər, həm öyrənirlər. Yəni gəzərək öyrənmək insana daha belə unudulmaz xatirələr buraxır. Hər birinizə uğurlar arzulayıram. Əslində mən tamam fərqli bir çıxış hazırlamışdım. Sadəcə istədim ki, ictimai fəal gənc olaraq, mən də zamanında gənclər təşkilatlarında birisi olaraq, hətta ictimai fəaliyyətlərimin qarşılığı olaraq 2022-ci ildə cənab prezidentlə şəxsən görüşən gənclərdən biri olmuşam. Yenə dediyim kimi, bu fəaliyyətlər əslində sizin gələcəyinizi bir növ təmin eləmiş olur. Əgər mən bugün buradayamsa, bu sahələrdə çalışmışamsa, qazanmışamsa, demək ki, bunun böyük əksəriyyətini bu fəaliyyətə borcluyam. Ona görə mən çıxışdan tamam kənar, sadəcə öz təcrübələrimi və sizə ötürmək istədiyim müəyyən şeyləri az da olsa məncə çatdıra bildim. Çatdıra bilməsəm də nə vaxt istəsəz, mən həmişə buradayam. Yaxınlaşıb istiqamət ala bilərsiniz. İstər beynəlxalq proqramlara müraciət olsun, istər yerli proqramlara müraciət olsun ki, mən bacardığım qədər hər kəsə dəstəyəm. Çox söz uzatmaq istəmirəm. Əsas marafona məncə vermək lazımdır. İndi nə lazımdırsa onlar özlərinizi daha yaxşı bilgilərlə təşəkkür edirəm. Çox sağ olun Fərid xanım. Dostlar, bir fikri əlavə etmək istəyirəm Fərid xanımla bağlı. Fərid xanım qeyd etdi, Azərbaycan Gənclər Fondundan növbəti qrant dəfə. 3-cü dəfə mi Fərid xanım? 4-cü dəfə ona mən hiç bilirdim. Qrant qalib olmuşdu. Eyni zamanda Fərid xanım bu il ərzində Azərbaycanda yeganə gənclərdən biridir ki, eyni anda 2 müxtəlif qrant qalib olubdu. Bir digər proqramda var. İnşallah onunla bağlı qeydliklə məlumat olacaqdır. Azad Mirzəzadə Gənclər üçün inkişaf proqramı var ki, onu da qalib olubdu. Yəni bu il ərzində olmayan bir şeydir. Onu Fərid xanım bilib, ona görə təbrik edirəm. O da sizləri təbrik edirəm ki, belə deyir, bir həmkarınız, rayondan həmkarınız var. Fərid xanım gözəl bir məsələ toxundu. Əslində o məsələyi mən bildirməliyim. Sadəcə xahiş etdim ki, Qazaxdan olan biri, Qazax gənci o haqda daha çox məlumat versin, ictimai sosial aspektdən. Biz sadəcə bir haşiyə çıxmaq istəyirəm, məlumat verməsin. Mən özüm də insan resursları şöbəsi müdürü kimi fəaliyyət göstərirəm özəl müəssisələrin birində və bizə yeni məzun olmuş yetərlidir. İstər təhsildə sosial-psixoloji xidmətdən olsun, istər Bakı dövlətdə misal olsun var, sosiologiya, psixologiya, müxtəlif ixtisaslardan gənclər, belə deyək, yeni məzunlar gəlirlər və biz onların CV-lərini dəyərləndiririk. Necə ki, vaxtilə biz özümüz CV-lərimizi təqdim edəndə yaşadığımız sorunlarla artıq özümüz belə deyək, qarşılaşırıq ki, baxın, ictimai fəaliyyət nəyə lazımdır, könüllülük təcrübə nəyə lazımdır, mən ona tam səmimi bildirmək istəyirəm ki, bugün bizim qarşımıza 3 cür CV növləri gəlir. Belə, tam belə deyim, tələbə və məzun dilinə böləcəm, ona görə deyim, 3 tip CV gəlir. Birinci tip odur ki, doğrudan da onlar ixtisaslarını, deyək ki, indi burada təhsildə sosial-psixoloji xidməti gördük ön sıralarda, onlar sosiologiya, psixologiya ixtisaslarını nələr keçirlərsə çox yaxşı bilirlər. Söz yoxdur bunların ixtisaslarına. Amma gəlir ki, o təcrübə hissəsində hər hansı bir fəaliyyət yoxdur özlərindən bağlı və ya ümumi ictimai sosial məsələlərlə bağlı və əfsuslar olsun ki, onların CV-lərinə biz baxanda, bəli, şəxsi məlumatlar çox gözəl qeyd edilib, ad, soyad, telefon nömrəsi, doğulduğu yer, belə deyək, şəxsiyyət vəsiqəsi məlumatları çox gözəl bildirilir. İkinci hissədə yazılı təhsillə bağlı, tamam, orta təhsil yazılıbdır, bitiribdir, universitetli misal olsun, bitirib filan yeri, filan ixtisası gözəl. Amma bundan sonra ki, üçüncü hissə var ki, çox təəssüf ki, o təhsil, yəni sözüm təhsildə sosial-psixoloji xidmətə aid deyil. Digər bütün ixtisaslara hətta belə mən şamil edirəm ki, o birinci tip məzunun, belə deyək, yeni iş axtaran bir gəncin CV-sinin üçüncü hissəsi həmişə boş olur. Nə olur bu? Qoşulduğu tədbirlər, layihələr, fəaliyyətlər və yaxud bacarıqlar, hansı ki, dil bacarığı ola bilər, kompüter bilikləri, bacarıqları və digər bacarıqlar ki, o hissə tamamilə boş olur. Ona görə də, belə desək, CV yarım səhifədən ibarət olur. Yəni, biz də baxırıq, tamam, biz bunu götürürük, nəzərində saxlayıb qoyuruq kənara ki, digər CV-lər var. Çünki müsahibəyə yetərincə məzunlarımız var, bunu bildirməliyik. İkinci tip CV-lərdə adətən rastlaşdığımız ən böyük nüanslardan biri odur ki, onlar da bəli, universitetə gəliblər, diplom alıblar, sonunda bir diplom alıblar. Amma ki, onlar ümumiyyətlə, yəni dövrü tamamilə birinci tipdən də fərqli olaraq sadəcə özümüz dilimizdə desək, yola veriblər. Yəni bir təhər qiymətləri, kafi qiymətlərlə bitiriblər və yaxud
semestr imtahanları olsun, sərbəstlər bitər, belə deyək də, yəni bitirib diplom ala biliblər. Yəni artıq bunlarda təhsil səviyyəsində, bilik səviyyəsində də müəyyən çatışmazlıqlar var və ictimai fəaliyyət hissəsini deməyə ehtiyac yoxdur. Çünki onlarda da belə bir çətinlik var və biz o CV-də məcbur olub kənara qoyub alternativ axtarırıq ki, və üçüncü tip CV gəlir ki, doğrudan da baxırsan bu adamın həm belə deyək, şəxsi məlumatları yerində, təhsil okey yerində, bəli, bəlkə də birinci tip kimi tam bütün müəllimin dediyi tapşırıqları yerinə yetirməyib, o qədər oxumuyubdur, amma müəyyən qədər özünə lazım olan səviyyəni öyrənib, ondan sonra amma o 3 il, 4 il, indi kolejdə nasıl olsa belə deyək, hətta 6 il olan universitetlərimiz var ki, bu təhsil dövrünü doğrudan da səmərəli keçiribdir. Baxın, mən sizə sadəcə bir kiçik bir tövsiyə kimi ki, kimdə misal CV-də müəyyən bir çatışmazlıqlar var, daha yəni o hissədə çatışmazlıqlar varsa, günü bugün bu tədbiri belə götürüb ora qeyd edə bilərsiniz ki, yəni avantajdır və yaxud tələbə gənclər təşkilatları var. Yəni ən belə deyək, rahat olacağınız, əlavə xərciniz çıxmadan qoşula biləcəyiniz ən yaxın məsafədə universitetlərdə, kolleclərdə tələbə gənclər təşkilatları olur ki, oradakı tədbirlərə, klublara üzv olun, onun haqqında məlumat yazın ki, biz yəni CV-ni dəyərləndirəndə, yəni baxaq ki, doğrudan da bu insan o 4 ili sadəcə belə deyək ki, müəyyən bir boş vaxtlardan keçirməyibdir, dəyərləndiribdir. Yəni bu gün əsas məqamlardan biri, mən xüsusən də təhsildə sosial psixologiya oxuyanlara bildirmək istəyirəm ki, çalışın dil bacarığınız və xüsusən də rus və ingilis dillərini çox təkmilləşdirin. Yəni əsas tələblərdən birinə çevrilibdir həqiqətən. Bugün bizim rəhbərlik daxil olmaqla istər özəl müəssisələr olsun, istər dövlət müəssisələri olsun ki, yəni mən bildiyim qədərilə dövlət Sosial Xidmətlər Agentliyi belə deyək, hər rayonda olan, onlar belə artıq dil olan xüsusən daha çox mütəxəssislərə müraciət edirlər ki, rus dili xüsusi. Yüksək səviyyədə inkişaf edirsiniz, bütün emosiyalarınızı, hisslərinizi ən pik həddə bu dövrdə yaşayırsınız. Bu zaman sizdə aqressiya yarana bilər, anksiyete yarana bilər, hansı ki bunlar nədir? Bu termin bəlkə də bir çoxunuzda tanışdır və yaxud da ki deyil. Gələcəklə bağlı narahatlıqlarınız var. Oturduğunuz yerdə misal üçün fikirləşirsiniz ki, bir ay sonra bizim semestr imtahanlarımız başlayır, biz onları necə verəcəyik, qiymətlərimiz necə olacaq, digər məsələlər, misal üçün gələcəklə bağlı, biz universiteti qurtardıq, iş tapa biləcəkmi, tapdığımız işin maaşı bizi qane eləyəcəkmi? Bilirəm ki, hər birinizin, yəni ən bu dəqiqə belə deyim də, mərkəzdə duran mövzularımızdan biri budur da. Bu zamanda sizdə stres yaranır, aqressiya yaranır, necə deyim, ətrafa qarşı münasibətlərinizdə biraz dəyişiklik hiss olunur. Yəqin ki, hər biriniz görürsünüz, universitet vaxtında, universitet imtahan verən vaxtda ailələriniz oturur qıraqda, deyir ki, filan kəs çox belə aqressiv olur deyə, evdə nə deyirik, bizə belə yox cavab verir, yəni xoş cavab vermir. Sırf bunların hamısı sizdə olan stresdən əmələ gəlir. Yəni bu stresi aradan qalxızmağın bir neçə yolları var ki, bunlardan birincisi belə fiziki aktivliylə məşğul olmaqdır. Yəni idman olsun, hobbilər olsun. Çünki bu fəaliyyətlər sizdə dopamin və serotonin hormonu var da, yəni bilirsiniz, xoşbəxtlik hormonudur ki, bunları sizdə salgılayır və artıq siz gələcəyə doğru daha inamla baxmağa, daha belə xoş təzahürlü baxmağa başlayırsınız. Bu dövrlərdə sizdə ən çox belə deyim, qarşılaşdığımız problemlərdən biri sosial çətinliklərdir. Adaptasiya ola bilmirsiniz düşdüyünüz yerlərə. Ondan sonra ünsiyyətdə çətinliklər çəkirsiniz. Ümumiyyətlə, mən sualı belə verim, ondan sonra keçim mövzuya. Ünsiyyət deyəndə nə başa düşürsünüz? Yəni, ünsiyyət sizin üçün nə belə deyim, ifadə edir? Aktiv olun, zəhmət olmaz. Necə? Aha, başqa? Bəli, başqa? Yemək qruplarında, zəhmətlərdə sosiallaşmaq üçün bir vasitədir, insanlar tanımaq üçün, özü ifadə etmək üçün. Əla, başqa? Mən bir şey dedim, amma bir problem var ki, bəziləri sosial mediada və ya WhatsAppda, TikTokda, Instagramda kimlərsə yazışanda rahat yazışıb danışa bilir, sosiallaşa bilir. Ancaq özbəüz gələndə heç bir söhbət falan, bir şey tapıb danışa bilmir də. Sosiallaşma bəzən elə olur ki, sadəcə ekrandan olur, üzbəüz gələndə olmur. Daha rahat olursunuz da, yəni belə başa düşəm ki, ekran arxasında daha rahat olursunuz. Nə dedim, belə üz-üzə gələndə də narahatçılıq olmur, sadəcə ancaq üz-üzə gələndə nəsə elə bir söhbət tapılmır. Nə xanım olsun, bəy olsun, yəni fərq etmir də. Üz-üzə gələndə çox elə bir söhbət tapılmır elə bir ki. Yəni bu sosiallaşmanın belə ayrılır da, belə deyim, bəzi bölmələrə belə çox Düzdür. Yəni bu əslində bizdə qeyri-verbal və verbal ünsiyyətin formalarında, yəqin ki, siz də keçmişsiniz dərslərdə görürsünüz.
İnsanlar kamera arxasından hisslərini daha yaxşı idarə etməyi bacarırlar. Yəni bugünkü mövzumuzda məsələ ondan irəli gəlir. Biz öz hisslərimizi, misal üçün, biri mənə xoşuma gəlməyən söz yazır, amma mən onunla çox ünsiyyətli deyiləm, axı danışmıram. Avtomatik hissimi bastırıram, mən bundan çox ünsiyyətdə deyiləm, mən özümü biraz gizlədim. Zaten bu məni görmür. Əsəbləşsəm də nə bilim dırnağımı belə-belə eləyim, saçımı yolum, okey, amma onunla qarşı-qarşıya gəlir, özümü elə aparar ki, yəni o elə bilir ki, mən necə deyim, çox ideal, heç əsəbləşməyən biriyəm. Yəni o siz dediyiniz məhz bunları geri verbal və verbal ünsiyyətdən. Bəli, buyurun. Bir şey əlavə etmək istəyirəm. Bu daha çox ailələrlə bağlı bir şeydir. Çünki əvvəllər ailələr çox böyük, geniş ailələr olurdu, amma indi o qədər geniş ailələr yoxdur. Uşaqlar da həmişə ailələrdə tək olur. Maksimum 2 dənə olur. Valideyn və ya ata olur evdə, yəni valideynlər olur yalnız. Nənə, baba, nə bilim, qohumlar falan olur. Buna görə də indi ünsiyyət daha azalıb, insanlar bir-birindən daha səmimi şəkildə ünsiyyət qura bilmir. Əvvəl yəni şunlar görürsə, görüşürlər, belə bir proqramlarına söhbət edirlər, artıq bizələrlə, necə deyim, fərqli gəlir, həqiqətən bu ünsiyyətin tutması artıq o yerdə bilməməsi gəlir. Biraz yaxşı, bəs belə bir sual verin. Sizcə deyirəmə ünsiyyəti tövü sayılır, qarşınızdakı insanın deyirəmə ünsiyyəti tövü sayılır? Məncə bəli, çünki əgər sizə görə danışırsınızsa, mən sadəcə sizi eşidirəmsə, mən artıq sizə qarşı ünsiyyət qurmuş olmuram. Çünki mən sadəcə sizi eşidirəm, amma fikrim falan başqa bir yerdədir. Amma mənə gəlmişik, biz ünsiyyət qururuqsa, bir-birimizi həm qarşılıqlı dinləməliyik, həm də bir-birimizi qarşılıqlı empatiya və sair işlərimizdə nəzərə almalıyıq. Elə o mövzuya gələcək, empatiya mövzusu. Empatiya yəqin ki, bilirsiniz. Özümüzü qarşımızdakı insanın yerinə qoymaq, onların hiss və duyğularını anlamaq, belə götürürlər. Bəzən insanların söhbət edəndə, artıq yoldaşlarımız olsun, özümüzü onun yerinə qoymadan ona dinləyəndə görürsünüz necə çətin olur. Elə bilirik ki, o danışır, boş-boşuna danışır, sıxılırıq və s. Amma özümüzü onun yerinə qoyanda, onların hiss və düşüncələrini başa düşməyə çalışanda görürük ki, bu da bir necə deyim, hansı hisslə bizə onu götürməyə çalışır, danışdığı sözləri. Yəni bu zaman bizim də qarşı tərəfi dinləməyimiz daha bizim üçün asan olur. Onu da özünü dəyərli hiss etdirməyinə gətirib çıxarır və bizimlə artıq belə deyim, sosial münasibətlər dedikdə bizim sosial münasibətlərimiz artıq cəmiyyətə qarşı formalaşmağa başlayır. Sonra deməli, indi mən sualı verim sizə, mən daha çox belə Fərid xanımla Rəşad müəllim ictimai fəaliyyətdən danışdılar. Mən daha çox sual-cavab yönümlü xoşlayıram. Keçək sizin mənə olan suallarınızı. Misal üçün, mənə nə suallarınız var? Artıq yenə deyim, vaxtımız məhduddur deyə, ona görə istəyirəm ki, siz danışasınız. Çünki sizin danışmağınız həm mənə xoşdur, həm mən sizin suallarınızı öz müalicəsinə götürürəm. Həm də belə siz özünüzə maraqlı olan mövzulara cavab tapırsınız. Suallarınız var? Ya istədiyiniz mövzuda sual verə bilərsiniz, fərqi yoxdur, yenə də. Mən məktəb psixologuyam, eyni zamanda psixopedagogam, siz də mənim həmkarlarım və tələbələrəm. Universitet tələbələriniz. Sual verə bilərəm. Mən tanışım var, yəni çox içine atan biridir hər bir şey, yəni nə oldu, qısa bir şey də olsa, onun içine atır yəni. Və bu içine attıqları, bunu doldurandan sonra deyir, mən ağladım, rahatlaşıram. Bir həddə çatandan sonra başlayır, saatlarla ağlayır, belə özünə şey edir ki, mən belə niyə elədim, bunu demədim, eləmədim. Deyir, bunu eləyəndən sonra mən sakitləşirəm. Sizcə bu içine artıq birdən patlamaq düzgündür, yoxsa qarşındakını bir dəfə elə sən bunu səhv edirsən, mən burada inciyirəm demək? Təbii ki, içinə atmaq, həm belə deyim də, tibbi cəhətdən, nüvə cəhətdən bilmirəm, çünki o özü ayrı bir mövzudur da, yəni. Əyləşə bilərsiniz, əyləşin, yəni sual verəndə yerinizə verir, atmağınızda ihtiyac yoxdur. O mövzuda belə deyim, insan içinə atmağı heç düzgün bir şey deyil. Misal üçün, qarşınızda bir insan sizin xoşunuza gəlməyən bir hərəkət elədirsə, onun həmin dəqiqə orada, misal üçün, bu mənim xoşuma gəlmədi, bir də bu hərəkəti mənə qarşı etmə. Etsəm mənim sənə qarşı davranışım bu olacaq. Yəni, sədqinizi, belə deyim, sədd çəkməyi bacarır. Siz nə qədər sədd çəkməyi bacaracaqsınızsa, sizin gələcək həyatda, indiki həyatınızda sosiallaşmağınız bir o qədər asan olacaq. Yəni, çox rahat siz həmin düşdüyünüz müddət sosiallaşacaqsınız. Ay, mən içimə atıram, sonra gedib evdə ağlayıram, nə bilim nə. O sizin özünüzə də ziyanı, həm tibbi cəhətdən, həm psixoloji cəhətdən, həm də sizin qarşınızdakı onu eləyən insan sizə düşünür ki, elə mən düz eləmişəm, qoy bunu gələn səfərdə mən buna belə eləyim. Başa düşdünüz necə? Artıq siz özünüzə qarşı sədd çəkmirsiniz.
Ona görə o və digər insanlar sizə qarşı o hərəkəti eləməyə davam edəcək. Ona görə əgər xoşunuza gəlmirsə, yerindəcə münasibətinizi Bu qoymalısınız. əsasən valideynlərdən və ətrafdan asılıdır. Çünki mən özüm psixoloji araşdırmalarda eləmişəm, məndə panikatır falan olub, və məndə ailə daxili problemlərə görə oldu. Buraya qədər atam ailədir. Bəzən ən qısa bir şeylə əsəbləşəndə ki, mən ağlayacağım, çox pis hala düşürüm. Panikatam çox pik hesab. Və bu əsasən ailə daxili şiddətdən və yaxud hər hansı bir travmadan yaranır. Bu içinə atmaq da, asosialistliklə və belə panikatır halında, yəni bunlar əsasən bundan yaranır.